Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Mən Nurlanə Muradova. Demək, sınaqlarımızdan birində paylaşdığımız məsələnin həllinə baxmaq istəyirik bu gün. 3 litr iynəyarpaqlı küknar və şam ağacı cövhərində müvafiq olaraq nə qədər vitamin var? Biz bilirik ki, 100 milli cövhərdə müvafiq olaraq, yəni küknar ağacında 26,4, şam ağacında isə 35,2 milliqram vitamin var. İndi biz bunu öncə nə cür tapırıq? 100 milli, yəni 1 litrdən 10 dəfə kiçikdir. Ona görə 1 litrini tapaq və sonra 3 litrini hesablayaq. 1 litrini tapmaq üçün öncə bunları 10-a vururuq, 10 dəfə çox olduğuna görə. Demək, burada elədi 264 milliqram, burada da elədi 352 milliqram. Və biz bu cavabları 3-ə vururuq. 3-ə vurduğumuz zaman 264 vurulsun 3, etdi 792. Bu küknar ağacındakı vitamindir cövhərində. Bu isə 352-ni isə vursaq 3-ə 1056 milliqram. 3 litr şam ağacı cövhərində 1056 qram vitamin vardır deməkdir.